Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve selleme ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in. Emme ba'd. Günümüzün en büyük belalarından biri insan öz dilini koruyup saxlayabilməməsi. Vallahi bugün yaşadığımız vaxtda en büyük bela, insanı həlaka aparan, insanı oda aparan şeylerden biri insan özüne ait olmayan məsələləri danışmasıdır. Yani insan öz dilini koruyup saxlayabilməməsidir. Halbuki Allah Subhanahu ve Teala ve Peygamber aleyhissalatu vesselam bize bildirib ki biz öz dilimizi koruyaq, hətta bu dil bizi həlaka aparmasın. Ne kadar hadisler, ne kadar ayələr var ki Allah Tebaraka ve Teala bildirir, biz salamat qalmaq istəyiriksə öz dilimizi korumalı ve özümüze ait olmayan məsələləri tərk etməliyik, danışmamalıyıq. Lakin bugün tam əksi görsənir. Əksər müsəlmanlar, illə mən rahimallah, Allah rəhm etdiyi kəslərdən başqa hamısı bu bəla ilə özlərini həlak edirlər. Bax, əksər müsəlmanlar, danışıqlarının hamısı özünə aid olmayan məsələlərdir. Qorxmur Allahdan. Allah Təbaraka və Teala'dan qorxmur. Dilini saxlamır, özünü oda atır. Necə olar, subhanallah, necə ola bilir ki, insan Allahın əmrini icra etmir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü eşitmir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Mən kənə yu'minu billah vəl yevmil əxir. Sizdən kim Allaha və axirət gününə inanırsa, iman gətiribsə, neynəsin? Fəlyəqul xeyran, xeyr danışsın. Av liyasmud və ya sussun. Yəni, xeyr danışa bilmirsənsə sus, özüvü bəlaya, özüvü həlaka, özüvü oda atma. Əgər Allaha və axirətə inanırsansa, yəni sən Allaha iman gətirmirsən və axirətə iman gətirmirsən, deməli, ya xeyr danışmalı və ya susmalısan. Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, müsəlman kəsin İslamının gözəlliyi ondadır ki, özünə aid olmayan məsələləri tərk etsin. Yəni, özünə aid olmayan məsələləri danışmasın, danışıb özünü oda atmasın. Allah Təbaraka və Teala buyurur, Mə yəlfizu min qavlin illə lədeyhi raqibun ətid. Elə bir söz yoxdur ki, sən tələffüz edəsən, danışasan və o yazılmasın. Yəni, mələklər nəzarət edir. Yəni, sənin dediyin sözləri yazırlar. Yəni, iş belə olduğu halda əksər müsəlmanlar, subhanallah, öz dillərini qoruyub saxlaya bilmir. Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşurlar, Eyyül musliminə afdal. Müsəlmanların ən üstünü kimdir? Fikir verin. Cavab. Görün Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Mən səliməl muslimunə min lisani. Ən üstünü, ən əfsəli odur ki, müsəlmanların, digər müsəlmanlar onun dilindən salamatdır. Dilindən salamatdır. Yəni, sən dilinlə heç kimə əziyyət vermirsən. Dilinlə korlamırsan, dilinlə əziyyət çəkmirsənin. Yəni, sənin dilindən heç kim əziyyət çəkmir. O ən üstün müsəlmandır. Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən yadmanu li mə beynə ləhyeyhi və mə beynə ricleyhi admanu ləhul cənnə. Kim dilini zəmanət verərsə və fərcini, yəni övrətini, bu iki şeyi mənə zəmanət versə, mən də onun cənnətə girməsinə zəmanət verirəm. Yəni, iş yüngül deyil, vallahi yüngül deyil. Yəni, bir işin cəzası, mükafatı, əvəzi cənnətdirsə, yəni deməli bunu qoruyub saxlamaq çətin olacaq, yüngül olmayacaq. Allah Təbaraka və Teala kimə xeyr istəyirsə, onu müvəffəq edir, dilini qoruyub saxlamağa. Abdullah ibn Məs'ud radiyallahu anhu and içir. Vallahillezî la ilahe illahu.
and içir Allaha. Deyir ki, mə min şey əhvac ilə tuli sicin min lisan. Yəni, qorunub saxlanılmağa, uzun müddət qorunub saxlanılmağa ən ehtiyaclı olan şey dildir. Subhanallah. Digər bir yerdə İbn Məs'ud radiyallahu anhu deyir, İnnə əksərin nəsi xataya yevməl qiyamə əksəruhum xavdan fil batil. Qiyamət günü əksər insanların xətası batil kəlmələrə baş vurması olacaq. Yəni, əksər insanların düşdüyü xəta ona aid olmayan məsələləri danışıb batilə baş vurmasıdır. Həsən rahiməhullah buyurur, mə aqilə dinə mən ləm yəhfaz lisanə. Yəni, dilini qoruyub saxlamayan aqil deyil. Yəni, dilini qoruyub saxlamayan dinini başa düşməyib hələm. Yəni, dinini dərk eləməyib. Yəni, dinini, İslam dinini başa düşən, dərk edən dilini qoruyub saxlayar. Amr İbnül As radiyallahu anhu buyurur, Əl-kələmu kəddəva. Danışmaq, söz dərman kimidir. İn aqləltə minhu nəfə. Azaltsan, yəni az danışsan, fayda verəcək. Və in əksərtə minhu qətəl. Əgər çoxaltsan, yəni çox danışsan, yersiz danışsan, öldürəcək. Ona görə Şəmid İbn-i Əzilən rahiməhullah buyurur, Yəbni Ədəm, innəkə mə səkəttə fəəntə səlim. Ey Adəm övladı, nə qədər susacaqsan, sən salamatsan. Fəidə təkəlləmtə fəxuz hizrak. Əgər danışsan, ehtiyatlı tut. Yəni, danışsan, söz çıxsa dilindən, gözdə. İmmə lək və immə əleyk. Ya sənin leyhinədir, ya sənin əleyhinədir. Ona görə Loğman rahiməhullah öz oğluna deyir ki, yə buney, ey oğlum. Fikir verin, Loğman öz oğluna necə nəsiyyət edir. Yə buney, ey oğlum, İzə ftəxərən nəsu bi husni kələmihim fəftəxir əntə bi husni samdik. Əgər insanlar öz kəlmələrinə görə, yəni danışıqlarına görə, danışdığı sözlərinə görə fəxr edirlərsə, sən deyir, susmağına görə fəxr elə. İbn-i Mübarək rahiməhullah buyurur, Utruq fuduləl kələm tuvəffəq lil hikmə. Sən boş-boş sözləri, mənasız kəlmələri tərk elə, hikmətə müvəffəq olacaqsan. Yəni, sən hikmət sahibi olacaqsan. Ona görə bir nəfər Şə'bi rahiməhullahın yanında oturur və Şə'bi uzun müddət danışmır, susur və bundan səbəbini soruşur. Deyir ki, mən deyir, eşidirəm, öyrənirəm, susuram, salamat qalıram, subhanallah, və əsqutu və əsləm. Susuram, özümü salamat saxlayıram. Ona görə arif insanlardan biri deyir ki, Allah insanı bir dillə, iki göz və iki qulaqla xəlq edib. Nəyə görə? Ona görə ki, danışmaqdan daha çox eşitsin və görsün. Subhanallah. Ali ibn Əbi Talib radiyallahu anhu buyurur, İzə təmməl aql və kəmul nəqasəl kələm. Əgər sənin əqlin tamamlanarsa, kamil olarsa, danışmağın azalar. Yəni, aqil insan az danışar. El-Fudeyl rahiməhullah buyurur, Mə min mudğatin əhəbbu ilallah minəl lisən, İzə kənə saduqan. Allaha ən sevimli olan ət parçası, yəni insanın orqanlarının içərisində, onun dilidir. Əgər saduq olarsa, yəni doğru danışan olarsa, və lə mudğatin abğadu ilallah minəl lisən, İzə kənə kəzubən. Və Allaha ən qəzəbli, yəni Allahın nifrət etdiyi ət parçası insanın üzərində olanlardan deyir, onun dilidir. Əgər yalan danışan olarsa. Məlik İbn Ənəs rahiməhullah görün nə deyir? Buyurur ki, daim, yəni deyilir ki, Məlik İbn Ənəs rahiməhullah deyir, daim çox danışmağı pisləyirdi
məzəmmət deyirdi və deyirdi ki, kəsrətul kələm la tucad illə fin-nisə və-du'afə. Çoxlu danışmaq deyir, çox söz demək deyir, yalnız deyir qadınlarda və zəif insanlarda olur. İbnül Cəvzi rahimehullah buyurur: "Rubbə kəlimətin cəra bihəl lisan fəhələkə bihəl insan." Bəzən insanın dilinə gələn sözlər onu həlaka aparır. Həlaka. Ona görə deyilir ki, "İzə kəsural ilm qalləl kəlam." Elm çoxaldıqca söz azalar. Yəni kəlam, sənin danışmağın azalar. Və izə kəsural kəlam qalləl ilm. Kəlam çoxaldıqca elm azalar. Muhammed İbn Vasi rahimehullah buyurur ki, "Hifzul lisan əşəddu alən-nas min hifzid dinar və dirham." İnsan üçün dilini qoruyub saxlamaq, pulunu qoruyub saxlamaqdan daha çətindir. Ona görə İbn Dəqiq Əl-İd rahimehullah buyurur: "Mə təkəlləmtu kəlimə və la fəaltu fi'lan illə və a'dadtu ləhu cavabən beynə yədeyillah." Nə danışdımsa, nə etdimsə hamısı üçün Allah yanında cavab hazırladım. Subhanallah, yəni məsələ necə təhlükəli, iş necə çətindir. Yəni belə olduğu halda necə ola bilər ki, müsəlmanlar öz dillərini qoruyub saxlamır. Nə gəldi danışır, kimin haqqında nə gəldi danışır, nə eşidir danışır. Özünə aid olmayan məsələlərə baş vurub və danışdığı hamısı qeybət, nəmmamlıq, zən. Yəni subhanallah, necə dərk etmir ki, Allahın qarşısında hər dediyi sözə görə cavab. Yəni sələflər necə qorxurdular, sahabələr necə qorxurdular, danışmırdılar. Yəni susmaq daha xeyirlidir vallah. Əgər xeyir yoxdursa, xeyir danışa bilmirsənsə, susmaq daha xeyirlidir. Və Allah təbarək və təala istəyirəm dinləyənlər üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.